Hamıya salam. Bugün bize kim baxırsa və izləyirsə, həmişə baxanlara və yenə də baxanlara çox-çox təşəkkürümü bildirirəm. Bu günləri toyuq qanadlarının qızardılmasını sizinlə paylaşıram. Bir ədəd çox da böyük ölçüdə olmayan soğanı doğramaq üçün blender əlavə edirəm. 4 diş sarımsaq və yaxud da ki sarımsaq əzənlə əzin. Sonra ise şüyüd, nane, ve bir de pomidor. Tam xırda doğranana qədər doğrayıram, sos hazırlayıram. Əgər pomidor çox xoşlayanlar çox pomidor əlavə edin. Hazır. Artıq bıçaq bizə lazım deyil. Çıxardıb bir kənara qoyuram. Duz, istiot əlavə edirəm və yaxud da ki acı biber xoşlayanlar birbaşa içərisinə acı biber əlavə edin. Bir də ki mayonez. Qarışdırıram. Sos artıq hazır. Yuyuram, sonra isə içərisinə əlavə edirəm. Yağdan çoxunu əlavə etdim. Müəyyən bir hissəsini, bir azını isə saxlayıram kartof üçün. Bir saat saxlayıram, dad götürsün. Hava istidir, soyuducuda qoymaq olar ki, dad götürsün. Kartofu doğradım. Əgər mayonez yoxdursa, qatıq əlavə edin. Onda da qəşəng qızarır, dad da yaxşı alınır. Azca limon sıxın qatıqla hazırlayarkən, limon şirəsi əlavə edin. Sonra isə bütün bu hazırladığımı tavaya yığıram. 180 dərəcə Selsiyə duxovkada bişirirəm. Bişdikdən sonra yeməyə qablara çəkib süfrəyə verirəm. Mənə elə gəlir ki, iftar yeməyi üçün daha da yaxşıdır. Bugün də hazırladığım bu qədər. Sizinlə bildiyimi paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi mənə belə yazmağı unutmayın. Hamınıza sağlamlıq arzulayıram bu gözəl Ramazanda. Hamınız bir-birinizə dəstək olun, ən gözəl aydır. İmkan varsa bir-birinizə kömək edin, bir-birinizə xoş sözlər deməyə belə çəkinməyin. Əgər kimi iləsə də küslüsünüzsə barışın. Çünki bu ayda barışmaq daha da yaxşıdır, heç küslü qalmayın. Hamınıza gözəl gün arzulayıram. Sağ olaşmıram yenə də hələlikdir.